Aybaşı qanı əslində nədir? Bir ginekoloq olaraq bunu bilmənizi istəyirəm ki, aybaşı zamanı ifraz olunan qanın sadəcə 20% qandan ibarətdir. Qalan 80% isə uşaqlığın daxili qişasının, yəni endometrium qatının hüceyrələri, maye, selik və vaginal ifrazatdan ibarətdir. Hər ay uşaqlıq mümkün olacaq hamiləliyə hazırlaşır. Hamiləlik olmadıqda isə uşaqlığın daxili qişası qan şəklində xaric olur. Aybaşı zamanı ifraz olunan qanın miqdarı, rəngi, qatılığı günlərə görə dəyişə bilir. Bu dəyişikliklər nə zaman xəstəlik hesab olunur? İfraz olunan qanın miqdarı həddindən artıq çoxdursa, iri, laxta şəkilli qanama müşahidə olunursa, 2 aybaşı arasında qanama varsa, bu mütləq ginekoloji müayinə tələb edir. Sağlamlığınız haqqında doğru məlumat almaq internet miflərinə inanmaqdan çox vacibdir.